Salam. Bugün səninlə birbaşa Rams Parkdayıq sanki. Galatasaray Sivaspor oyunu vara. O 4-1 hesablı. Bax, onun dərinliyini enirik. Salam. Bəli, çox danışılacaq məqamları var idi oyunun. Nəinki danışılacaq, yəni o atmosfer, qollar. Gəl başlayaq görək nələri qaçırmışıq, ya nələr xüsusi diqqət çəkib, bu mənbəni oyunu təhlil edək. Məncə də. Çünki 4-1 ilk baxışdan rahat qələbə kimi görünə bilər, amma detallar çox şey deyir. Elədir. Elə oyunun başlanğıcı. Hə. Yunus Ağgün topu super saxladı, elinə bir ötürmə verdi, top gəldi Torreira'ya və Qol. yenə Torreira. İnanılmazdı bu adam. Ay sağ ol. Yenə Torreira. Mən deyirəm bu orta sahə oyuncusu deyil, gizli forvetdir resmən. Mövsümdə 5-ci qolu oldu. Bəli. Fiorentina'dakı o məhsuldar dövrünü xatırlatdı. Dəqiq. Amma bu təsadüfi deyil məncə. Onun cərimə meydançası ətrafına bu qədər yaxın oynaması, yəni taktiki bir şeydir artıq. Necə yəni? Yəni rəqib müdafiəsi daha çox hücumçulara, kənarlara fokuslananda Torreira arxadan gəlib o boşluqları necə deyim, çox yaxşı tutur. Özünə inamı da yerindədir. Aydındır, maraqlı yanaşmadı. Amma sonra kim gəldi? Bizim qol maşını. Osimhen. Bəli. Victor Osimhen. Direkdən qaydan top sakitcə tamamladı 2-0. Çox soyuqqanlı idi, həqiqətən. Təcrübə başqa şeydir. Və bu onun liqadakı 23-cü, ümumilikdə isə 32-ci qoluydu. Karyera rekordu bu adam üçün. Rekord gecəsi idi onun üçün. Dəhşət bir mövsüm keçirirdi. Tribunlar da onu ayaqda alqışlayırdı. Hiss olunurdu o enerji. Düzdür. Bu qədər qol vurması komandanın ona nə qədər güvəndiyini də göstərir, amma bir tərəfdən də bir sual yaranır. Görəsən, komanda ondan çox asılı deyil ki. Bax, bu da bir düşüncə mövzusu. Amma qollar dayanmırdı axı. Barış Alper Yılmaz. Barış. Müdafiədən qaydan topu aldı, çəkdi soluna, vurdu və top qapıda. 3-0. O sevinci görməliydin. Qaçdı birbaşa azərkeşlərə. O enerji, o pressing. Bax, bu qol təkcə fərdi bacarıq deyil, onun o təzyiqinin nəticəsidir. Topu qazanması əsas məsələ idi orada. Həqiqətən, komandanın da ruhunu qaldırdı o qol. Əlbəttə. O cür qollar çox önəmlidir. Və 4-cü qol. Yenə kim? Yenə o. Osimhen. Bəli. Bu dəfə Salah'ın əla asisti ilə soldan gətirdi, verdi, Osimhen də 4-0 etdi. Gözəl kombinasiyaydı. Salah'ın da töhfəsi böyük oldu o qolda. Deyəsən, Jardel'in rekordu hələ həftədə artıq. Bu adam dayanan deyil. Baxaq görək. Amma 4-0 olanda çoxları dedi ki, oyun bitdi. Mən də elə düşündüm. Amma Sivaspor təslim olmadı. Və Rey Manar. Of, o qol. Necə vurdu onu? Çox çətin mövqeydən, çarpazdan, demək olar 0 bucaqdan. Fantastik bir qol idi. Çox klas qol idi, həqiqətən Muslera'nın da edəcəyi bir şey yox idi orada. Yox. Bu da göstərdi ki, Sivasın da keyfiyyətli oyuncuları var, yəni diqqətli olmaq lazımdır həmişə. Düzdür. Sonra oyun biraz qarışdı sanki. Başqa həyəcanlı anlar da oldu. Oldu. Morata'nın bir zəif zərbəsi yadımdadır. Bir də Yunus Akgün'ün o qaçırdığı fürsət. Ay Yunus, necə qaçırdın onu? Birə-bir vəziyyətdə. Olur elə şeylər futbolda. Sonra Osimhen bir qolda vurdu, amma ofsayt oldu. Bəli, o sayılmadı. Sivasporun da bir qolu varla ləğv edildi, səhv etmirəmsə. Dəqiq. O qol sayılsaydı, bəlkə son dəqiqələr daha gərgin keçərdi. Hətta lap sonda Ali Şaşal Vural, qapıçı, Yunusun bir zərbəsini çıxartdı. Yoxsa 5-1 olacaqdı. Bəli, o xilas da önəmli idi. Fərqin daha da artmasının qarşısını aldı. Yəni oyun 4-1 bitsə də içində çox şey oldu. Nəticədə amma Galatasaray üçün çox güclü, inamlı bir performans və fərqli qələbə oldu. Razıyam. Komanda ümumilikdə yaxşı təsir bağışladı. Osimhenin rekordları, Torreira'nın qolları davam etməsi, Barış Alper'in o tükənməz enerjisi, yəni komanda olaraq yaxşı idilər. 4-1 də bunu göstərir. Tamamilə bu oyun komandanın hücum gücünü, fərqli oyuncuların məsuliyyət götürə bildiyini bir daha sübut etdi. Amma Manajın qolu kimi epizodlar da bir siqnaldır ki, arxayınlaşmaq olmaz. Belədir. İndi bax, sənin üçün bir düşüncə mövzusu qoyum ortaya. Bu Osimhenin performansı, bu rekordları. Səncə, mövsümün qalan hissəsində Galatasaray üçün nə vəd edir? Yəni bu forma onları hara qədər apara bilər? Bax, bunun üzərində düşünməyə dəyər.